Bir Bolqar əsilli alimin elmi araşdırmaları onu yeni iddialara sövq etdi. Hələ 10 il əvvəl onun araşdırmaları müxtəlif saytlarda ciddi rezonans doğurmuşdu. Amma tanınmış alim olmadığı üçün belə bir alimin ümumiyyətlə mövcud olmadığını belə irəli sürənlər olmuşdu. Professor Dr. Galin Biserov-Asyenov maraqlı bir kəşf etdi. Bir müsəlman həmkarının hər canlı Allahı zikr edir sözlərini laboratoriya mühitində sınamağa qərar verərək Quranı araşdıran Asyenov ağcaqanadın bu iş üçün ən uyğun canlı ola biləcəyini düşündü. Professor Dr. Galin Biserov-Asyenovun araşdırmasına görə ağcaqanadlar qanadlarını saniyədə 1000-2000 dəfə çırpır. Lakin sinirlər sayəsində maksimum 100 siqnal göndərə bilər. Hər bir siqnalda qanad avtomatik olaraq 10-15 dəfə çırpınır. Sınaq zamanı Asyenov əvvəlcə lazer mikrofonunun köməyi ilə ağcaqanadın qanadı səsini qeyd etdi və sonra insan qulağının eşidə bilmə ritminə qədər yavaşlatdı. Səsi dinləyəndə qulaqlarına inanmadı. Asyenovun iddiasına görə, insan qulağının eşidə biləcəyi səviyyəyə endirilən səs qeydində ağcaqanad öz qanadları ilə Allahın adını çəkir. Həmin səs təqribən belə bir səs idi. Qurani-Kərimin İsra surəsinin 44-cü ayəsində bütün varlıqlar haqqında belə deyilir. 7 göy, yer və onlarda olanlar ona təriflər deyir. Elə bir şey yoxdur ki, həmd ilə ona tərif deməsin. Lakin siz onların tərifini anlamazsınız. Yaşadığımız bu illərdə hələ də müzakirə olunan Quran ayələrindən biri də məhz İslam Peyğəmbəri Hz. Muhammed sallallahu aleyhi və səlləm haqqındadır. Məlum olduğu kimi, Qureyş kafirləri Peyğəmbərə bildirmişdilər ki, əgər həqiqətən Peyğəmbərsənsə bizə gözümüzlə görə biləcəyimiz bir möcüzə göstər. Həmin vaxt 52 yaşlı olduğu deyilən Peyğəmbərimiz öz növbəsində onlara əgər dediyinizi eləsəm, tək olan Allaha iman edəcəksinizmi deyə soruşanda, bəli, edərik dedilər. Və ayı 2-yə bölməsini istədilər. Bu barədə Qurani-Kərimdə mövcud olan ayə belədir. O saat yaxınlaşdı və ay bölündü. Onlar bir möcüzə gördükdə üz döndərib, bu tez keçib gedən bir sehirdir deyirlər. Onlar Peyğəmbəri yalançı saydılar. Saat qiyamət günü yaxınlaşdı. Ay bölündü. Lakin müşriklər bir möcüzə görsülər, bu sehirdir deyərlər. Bütün ateist mənbələrdə elmin dini inkar etdiyi yazılsa da, məhz NASA 2014-cü ildə ayın digər tərəfinin şəkillərini üzə çıxararaq, ayın tam bir dövrə üzrə yarıq izlərindən ibarət olduğunu və sanki bir zaman parçalanıb və yenidən birləşdiyini bəyan etdi. Müasir dövrümüzdə bu yarıqlardan çıxan lavalardan izotop nümunələri götürərək bu hadisənin nə zaman baş verdiyini dəqiq bilmək mümkündür. Lakin buna ehtiyac yoxdur. Çünki hər şey göz önündədir. Demək olar ki, ay xəritəsini hazırlayan bütün alimlər ayın bir zaman tamamilə 2-yə bölündüyünü qeyd etmişlər. Cassini ayın bölündüyünü qeyd edən ilk alimdir. Modern astronomiyanın ən vacib adlarından biri olan İtalyan astronom Cassini 320 il əvvəl çəkdiyi ay xəritəsində ayın bütün səthini əhatə edən və təsadüfən bərabər şəkildə əmələ gəlməmiş bir yarıq göstərdi. Alimlər tərəfindən ən vacib mənbələrdən biri kimi qəbul edilən və elmi tərəfi müzakirə olunmadığı üçün hər kitabda yer alan bu xəritənin də bugün çəkilən ay fotoşəkilləri ilə uyğunluğu diqqət çəkir. Cassini'nin cədvəlində ayın yuxarıdan aşağıya mərkəzləşdirərək qeyd etdiyi bu böyük çatlaq ilk dəfə 4 may 1967-ci ildə sübut edildi.